Azerbaycan ordusuna yaşasın Azerbaycan. Günün ən mühüm hadisələrinin təqdimatı ilə ATV xəbərin əsas buraxılışının efir vaxtıdır. Xoş gördük. Prezident İlham Əliyevin sərəncamları ilə Fuad Vahidoğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Bu vəzifəyə Ceyhun Ramizoğlu Cəlilov təyin olunub. Dövlət başçısının digər sərəncamları ilə Elxan Oqtayoğlu İbrahimov Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Nəsimi rayon icra hakimiyyətinin başçısı Natiq Nuşravanoğlu Ağayev Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Balakən rayon icra hakimiyyətinin başçısı Orxan Çingizoğlu Mürsəlovsa Gədəbəy rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayon icra hakimiyyətinin başçısı təyin olunub. Elvin Nazimoğlu Paşayev Göygöl rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Qax rayon icra hakimiyyətinin başçısı, Naftalan şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Vüqar Vahidoğlu Novruzov Göygöl rayon icra hakimiyyətinin başçısı, Elşən Nazimoğlu Həsənli isə Kürdəmir rayon icra hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev vəzifəyə yeni təyin edilən Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi və rayon icra hakimiyyəti başçılarını qəbul edib, tapşırıq və tövsiyələrini verib. Böyük məsuliyyət, əlbəttə ki, böyük işlər tələb edir. İlk növbədə mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə, rəhbər vəzifələrinə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır. İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Hər bir rəhbər vəzifədə çalışan şəxs, hər bir məmur təvəzzükar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. İfrat dərəcədə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar. Və beləliklə həm öz nüfuzunu itirirlər. Eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuşuq. Bununla bərabər bəzi hallarda korrupsiya, rüşvətxorluğa düçar olurlar. Prezident İlham Əliyev xüsusi vurğuladı. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur. Və belə hallar əfsuslar olsun ki, bugün də var. Cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Dövlət başçısının əsas tələbi bu xoşa gəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır və növbəti dəfə xəbərdarlıq etdi ki, əks təqdirdə lazım ölçülər götürüləcək. Prezident qeyd etdi ki, bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Demək olar ki, əsas infrastruktur istiqaməti olan elektrik enerjisi ilə bütün bölgələrdə vəziyyət tam normallaşıb. Köhnəlmiş infrastrukturun təzələnməsi, təmiri məsələləri var. Amma bu problem artıq ciddi problem kimi mövcud deyil. Magistral yollar tamamilə müasir standartlara cavab verir. Şəhərlər arası yollar təmirlidir. Kənd yollarının tikintisi üçün hər il lazımi vəsait ayrılır. Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı
bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir. Yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri, məktəb tikintisi, xəstəxanalar, idman obyektləri və s. bütün bu məsələlər öz həllini tapır. Prezident yerlərdə bugün hələ də mövcud olan insanları narahat edən məsələlərin həllini tapması ilə bağlı tapşırıq verdi. Ədalət prinsipi əsas götürülməlidir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların boşa gəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyirlər, əsər əlamət də qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatların nəticəsində böyük dərəcədə vəziyyət sağlamlaşdırılır. Ona görə mən tam əminəm ki, mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq bundan sonra verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən və qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bugün məhkəmə qarşısında cavab verir. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib, əkin, biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər. Və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra edirlər. Onların əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq eyni zamanda o da həqiqətdir ki, bəzi hallarda bu qanunsuz əməllərin təməlində xarınlanmış, acgöz, gözü doymayan, mərkəzdə oturan məmurların göstərişləri oldu. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və bu adamlar haqqında ciddi ölçülər götürüləcək. Dövlət başçısı bölgələrdə məşğulluqla bağlı məsələlərə diqqət çəkdi. Ölkəmizdə bu sahədə son illərdə böyük işlər aparılsa da, bugün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır. Yerlərdəki rəhbərlərdən tələb odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Bölgələrdə ekoloji tarazlıq da mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir. Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verilib ki, ekoloji tarazlığı pozan əməllərin qarşısı alınmalıdır. Prezident İlham Əliyev əsas tələblərini bir daha diqqətə çatdırdı. İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib, orada insanlarla kəndlərdə təmasda olmaq. Mənim tələblərim bundan ibarətdir və hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Sizə uğurlar arzulayıram.
Prezident İlham Əliyev Çinin China Datan Corporation Ltd şirkətinin direktorlar şurasının sədri Liu Junun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı səfərin əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yarattığını vurğulayıb. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən prezident, Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib. Söhbət zamanı Azərbaycanla şirkət arasında enerji keçidi, yaşıl enerji və Yaşıl Sənaye Parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə məxsus hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzi uğraması nəticəsində həyatını itirən 20 hərbiçidən 19-unun nəşi tapılıb. Digər şəxsin axtarışları davam edir. Artıq qara qutular da aşkarlanıb. Faciənin baş vermə səbəbləri yalnız ətraflı araşdırmalardan və qara qutuların oxunmasından sonra məlum olacaq. Yekun hesabatı Türkiyə, Gürcüstan və Azərbaycan birgə açıqlayacaq. Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 təyyarəsində həlak olan 20 hərbiçidən 19-unun nəşi tapılıb. Gürcüstanın Daxili İşlər naziri Geka Geladze hadisə yerində olan jurnalistlərə açıqlamasında bu barədə məlumat verib. O qeyd edib ki, 4 hərbçinin nəşi təyyarənin pilot kabinəsində aşkar edilib. Nazir bildirib ki, təyyarə hərbi təyinatlı olduğundan ətraflı məlumatlar Türkiyə ilə razılaşdırma şəklində təqdim olunacaq. Artıq qara qutular da tapılıb. Məlumata görə qəza yerindən toplanan materiallar təhlil edilməsi üçün Kayseri'dəki hərbi hissəyə göndəriləcək. Bütün məlumatlar toplandıqdan sonra yekun hesabat Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən birgə açıqlanacaq. Hadisə barədə məlumat verən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan axtarış xilas etmə işlərinin gedişi və Türkiyəyə edilən dəstək barədə danışıb. O, hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı apardığını bildirib. Biz de bu süreçte önce Azerbaycan Cumhurbaşkanı Sayın Aliyev'le ardından Gürcistan Başbakanı Kobayissi ile telefonla görüştük. Milletim şundan emin olsun. Türkiye Cumhuriyeti Devleti ile birlikte Gürcistan ve Azerbaycan'ın tüm imkanları da kahramanlarımız için seferber edilmiştir. Qeyd edək ki, Türkiyə, Gürcüstan və Azərbaycandan olan mütəxəssislərin birgə iştirakı ilə yerli vaxtla saat 06:30-da başlanan axtarış xilas etmə işləri hazırda da davam edir. Gürcüstanın Daxili İşlər naziri Geka Geladze'nin şəxsən iştirak etdiyi əməliyyatda nazirliyin çoxsaylı qrupları geniş ərazinin ətrafında təhlükəsizlik perimetri yaradıb, əraziyə çoxsaylı təcili yardım maşınları və yanğınsöndürən avtomobillər cəlb olunub. Gürcüstan ordusunun şəxsi heyəti də axtarış xilas etmə işlərində iştirak edir. Təhlükəsizlik səbəblərinə görə ərazi şəxsi heyət istisna olmaqla hamı üçün bağlıdır. Jurnalistlərə isə qəza yerindən təxminən 250 metr məsafədə işləməyə icazə verilir. Artıq Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə zamanı həlak olan 20 hərbçinin kimliyini açıqlayıb. Cənazələr Gürcüstana göndərilən axtarış xilas etmə və qəza araşdırma heyətini daşıyan A-400M tipli hərbi təyyarə ilə Türkiyəyə gətiriləcək. Hərbçilərin şəhid olması ilə bağlı xəbərlər tək-tək ailələrinə çatdırılıb. Osman amca, sen artık bir şehit babasısın. Məlumata görə təyyarədəki heyət noyabrın 8-də Bakıda keçirilən hərbi paradda iştirak edən Türkiyənin F-16 təyyarələrinə texniki xidmət göstərən şəxslər olub. Onlar laynerə minməzdən əvvəl hava limanının təhlükəsizlik qaydalarına uyğun, ən xırda detallarına kimi bütün prosedurlardan və yoxlamadan keçiblər. Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Mənbələrin məlumatına görə təyyarənin içərisində heç bir partlayıcı maddə və ya qurğu olmayıb. Göyərtədə yalnız F-16 təyyarələrinin ehtiyat hissələri olub. Qeyd olunub ki, qəzaya uğramış təyyarə uzun müddət istismarda olub. Layner sonuncu dəfə 2020-ci ildə əsaslı təmir olunub. İlkin müşahidələr onu deməyə əsas verir ki, təyyarənin korpusunda hər hansı kənar təsir izi yoxdur. Qeyd edək ki, C-130 hərbi yük təyyarəsinin istehsalçısı olan ABŞ-nin Lockheed Martin şirkəti də məsələ ilə əlaqədar açıqlama verib. Şirkət istintaqa hər növ dəstəyi verməyə hazır olduğunu bəyan edib. İstənilən halda Türkiyənin Milli Müdafiə Nazirliyi qəzanın dəqiq səbəblərinin yalnız ətraflı araşdırmalardan və qara qutuların oxunmasından sonra məlum olacağını açıqlayıb. Bəxtiyar Fətullayev, ATV Xəbər. Prezident İlham Əliyev 12 noyabr Konstitusiya günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. Birinci vitse-prezident Mehriban Əliyeva da Konstitusiya günü münasibətinə sosial şəbəkə hesablarında foto paylaşıb.
Bugün Azərbaycan Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın ilk ana qanunu 1995-ci il noyabrın 12-sində keçirilən ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bir ölkənin tərəqqisinin, dövlət quruculuğunun möhkəm təməlini təşkil edən konstitusiyamızın qəbulu dövlətimiz üçün mühüm və əvəzsiz tarixi hadisə oldu. Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdən həyata keçirilən əsaslı islahatlar ölkəmizi inkişaf yoluna çıxarmaqla yanaşı qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli konstitusiyanın hazırlanmasına və qəbuluna da şərait yaratdı. Ulu Öndər qeyd edirdi ki, biz elə bir layihə hazırlamalı və elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin rəhbərliyi altında yeni konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə ümumilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-sində ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olundu. Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib, nəhayət öz dövlət müstəqilliyinə nail olub, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən, heç bir dairədən asılı olmayaraq, özü öz taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır. Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən bu sənəd 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Mürəkkəb bir zaman kəsiyini təsəvvür etsək, Azərbaycanın baxımdan da 95-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Konstitusiyası eyni zamanda milli iradənin təzahürü idi. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin və təbii ki, Ulu Öndərin hüquqi dövlət qurmaq istiqamətində atdığı tarixi bir addım idi. Bu mühüm sənəd insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərində ümdə vəzifə olaraq qoydu. Konstitusiyamızda şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri öz əksini tapdı. 44 günlük vətən müharibəsi tarixi qələbə ilə nəticələndi. Azərbaycan torpaqlarını işğaldan azad etdi. 24 saatdan az çəkən dövlət suverenliyinin tam bərpası əməliyyatı ilə ölkəmizin suveren hüquqları tam bərpa edildi. Bölgədə separatçılığın kökü kəsildi. Bununla da Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşu bərpa edildi. Əsas vəzifə torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bugün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bugün biz bu torpaqlarda qrup yaradırıq. Qeyd edək ki, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümü münasibəti ilə Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə Konstitusiya və suverenliyi ilə elan edildi. Ölkəmizdə 2025-ci ilin Konstitusiya və suverenliyi ilə elan edilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, milli suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin göstəricisidir. Mələk İnqilablı Elşən Əhmədov, ATV Xəbər. Paytaxtın Əhmədli qəsəbəsində 9 saylı uşaq poliklinikasının həyətində gecə saatlarında torpaq sürüşməsi baş verib. Xoşbəxtlikdən xəsarət alanı olmasa da bir avtomobil torpaq altında qalıb. Sürüşməyə səbəb nə olub? Əməkdaşımız Nurlan Şiraliyev hadisə yerində araşdırıb. Əhmədli qəsəbəsi Vunqtal küçəsində daha dəqiq desək 9 saylı uşaq poliklinikasının həyətində torpaq sürüşməsi baş verib. Nəticədə torpaq qatı poliklinikanın həyətində olan Mercedes markalı avtomobilin üzərinə tökülüb.
Hazırda ərazidə təmizlik işləri aparılır. İlkin ehtimallara görə hadisəyə səbəb kimi ərazidə olan yaşıllıqların həddindən artıq suvarılması göstərilir. Maraqlıdır, ərazidə torpaq qatının sürüşməsinin əsas səbəbi nədir? Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, ərazi sürüşmə zonası deyil. Sürüşmənin səbəbini belə izah edirlər. Xəttində sızma baş veribdi. Yəni bu sızma nəticəsində də deməli o su bir hissəyə yayıldığına görə yumşaq torpaqda sürüşmə baş veribdi. Dərhal yerində o xətt bərpa edilibdi. İndi də təmizlik işləri tərəfimizdən aparılır. Nəzarətdə də saxlayacağıq. Yəni digər qurumlara da bu barədə məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyindən isə bildirildi ki, bu ərazidə əvvəllər də sürüşmə baş verib. Elə bu səbəbdən 2016-cı ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə beton səddə çəkilib. Sözü gedən sürüşmə sahəsi klassik Abşeron sürüşmələri sırasına daxildir. Hamarlanma mərhələsində tökmə torpaqdan istifadə edilib, suvarma və su infiltrasiyası nəticəsində yamacın təşkil edən süxurların yumşalması və ağırlıq qüvvəsinin təsiri altında binaya doğru hərəkət edir. 50 sm dərinlikdə bir su axını, su sızması daha doğrusu müşahidə olunur. Bəs gələcəkdə necə? Həmin ərazidə yenə sürüşmə hadisəsi baş verə bilərmi? Vaxtilə çəkilmiş, təmir olunmamış boruların sızıntısıdır. Sınma xətti də var orada. O xəttdən bəri ola bilər ki, gələcəyinə əgər bura təcili təmir olunmasa, tamamilə su sistemi dəyişilməsə, ola bilər hamısı axıb gələ bilər. Qeyd edək ki, hazırda ərazidə monitorinqlər davam etdirilir. Növbəti sürüşmələrin qarşısının alınması üçün müvafiq qurumlar tərəfindən tədbirlər görülür. Nurlan Şirəliyev, Elvin Muradov, ATV Xəbər. Ötən ay Beyləqan rayonunun Qaradağlı kəndində itkin düşən qadının qalıqları tapılıb. Şücaət İsmailovanın nəşi kolluq ərazidə aşkarlanıb. Məlum olub ki, meydin bir hissəsi vəhşi heyvanlar tərəfindən parçalanıb. Əqli qüsurlu olan qadının hadisədən əvvəl yıxılaraq xəsarət aldığı, köməksiz qaldığı, nəticədə həyatını itirdiyi ehtimal edilir. Astarada 2 avtomobilin toqquşması ölümlə nəticələnib. Paytaxtın Xətai rayonunda isə sürücü diqqətsizliyi qəzaya səbəb olub. Təfərrüatlar sujetdə. Astarada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Astara sakini 33 yaşlı Cəsarət Əliyevin idarə etdiyi Niva markalı nəqliyyat vasitəsi rayon sakini Kamran Məmmədovun idarə etdiyi Mercedes markalı maşınla toqquşub. Qəza nəticəsində Mercedesin sürücüsü Kamran Məmmədov hadisə yerində həyatını itirib. Gəlirdim, bir də gördüm camaat yığışıb. Gördüm, nömrəni gördüm ki, bu əmyoğluğun maşınıdır. Gətirdik bura banlisə, yolda da çağırırdı, kam, arkadaşlar yarı yolda keçini bu. Niva markalı avtomobilin sürücüsü Cəsarət Əliyev və sərnişini Fail Qüdrətov ağır xəsarətlərlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Vəziyyətləri ağır olduğundan daha sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Səhər saatlarında paytaxtın Xətai rayonu 8 noyabr prospektində də yol nəqliyyatı hadisəsi baş verib. Qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb, piyada işıqforuna isə zərər dəyib. İlkin ehtimala görə qəzaya sürücü diqqətsizliyi səbəb olub. Hazırda Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi tərəfindən işıqforların yenisi ilə əvəz edilməsi işləri görülür. Yasamal rayonu kənar dairəvi yolda da avtomobil qəzası qeydə alınıb. İlkin ehtimala görə sürücü dönmə işığını yandırsa da digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol nəqliyyat hadisəsi olub. Faktlarla bağlı araşdırma aparılır. İsmail Əmirli, ATV Xəbər. Ayıq sürücü xidmətindən istifadə edən vətəndaş qarət edilib. Paytaxtda ayıq sürücü nəqliyyat vasitəsinin sahibinin yuxuya getməsindən istifadə edərək böyük məbləğdə pulunu oğurlayıb. Bu hadisə bir daha göstərir ki, hər adama avtomobil etibar etmək təhlükəlidir. Ekspertlər diqqət yetirilməli olduğumuz məqamlara diqqət çəkir. Xətai rayonunda 25 yaşlı qadın sərxoş vəziyyətdə olduğu üçün ayıq sürücü çağırır. Özü avtomobildə yatarkən isə ayıq sürücü ona məxsus Jeep markalı avtomobildən 3000 manat pulunu oğurlayır. Araşdırmalarla şübhəli bilinən 22 yaşlı Mikayıl Quliyev saxlanılır.
Bir neçə müddət öncə isə ayıq sürücü idarə etdiyi avtomobillə qəza törədib, hadisə yerindən yayınmışdı. Bu kimi xoşagəlməz hadisələr bir daha onu göstərir ki, şəxsi avtomobilimizi hər yoldan keçənə əmanət etməməliyik. Aydındır ki, restoranların qarşısında bəzi şəxslər özünü ayıq sürücü kimi təqdim eləyir ki, siz içkilisiz, müvafiq şirkətdə işləyirəm. Daha sərfəli qiyməti avtomobilinizi mən idarə eləyərəm. Məlum olur ki, həmin şəxslərin əksəriyyəti heç bir şirkətə bağlı deyil, sərbəst bu xidməti göstərirlər. Hətta bəzi saytlarda ayıq sürücü olmaları ilə bağlı elanlar yerləşdirirlər. Maraqlıdır, bəs şirkətlər ayıq sürücü işə qəbul eləyəndə hansı sənədləri tələb eləyirlər? Saytda elan yerləşdirmisiniz işə qəbulla bağlı. Hansı sənədləri tələb olunur? Şəxsiyyət vəsiqəsidir, sürücülük vəsiqəsidir. Aha. Bir də ola bilər ki, sizdə narkotiklərdən istifadə etməmək barədə sənəd var da, yəni narkotik sponsor, onu istəsinlər bəlkə. Mənə nəsə vəsiqə zad verəcəklər, yoxsa necə? Yox, heç bir şey vermirlər sizə. Siz proqram yüklüyorsunuz telefonunuza, taksi kimi. Müəyyən ərazidə dayanırsınız. Sizə yaxın olan yerdən zakaz olanda avtomatik sizə yönəldilir. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, ayıq sürücü xidmətinin qanunvericiliyi ilə formalaşan hüquqi bazası yoxdur. Ona görə də sürücülərin bu cür xoşagəlməz hadisələrlə tez-tez qarşılaşması təəccüblü hal deyil. Həmin hərəkət eləyənlər birisi kimlərdir? Təsadüfən küçədən gəlmiş adamdır. Ola bilər heç o özünü də düzgün təqdim eləməz. Gələndə heç olmasa ondan qısa bir ünsiyyət qurmaq lazımdır ki, sürücülük vəsiqən var yoxsa yox, adın nədir, telefon nömrən nədir. Bunun kimliyi dəqiqləşdiriləndə, ünvanı falan dəqiqləşdiriləndə bu adam özünü daha ciddi aparacaq ki, mən səhvlər eləsəm, mən çox asanlıqla tapacaqlar. Ekspert onu da bildirdi ki, avtomobili əsasən rəsmi şirkətlərlə əməkdaşlıq eləyən sürücülərə həvalə etmək daha doğrudur. Bu, həm də qəza baş verdiyi an dəymiş zərəri qarşılamaq öhdəliyinin yerinə yetirilməsi üçün zəruridir. Məhəmməd Hacızadə, Azər Nağıyev, ATV Xəbər. Xırdalan şəhərində tikinti işləri zamanı ağacların kəsildiyi iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Tikinti gedən ərazidə piyada səkisi də qısaldılıb. Bu isə piyadaların gediş-gəlişinə çətinlik yaradır. Ətraflı sujetdə. Sosial şəbəkələrdə görüntülər yayılır və iddia edilir ki, hasara alınan bu ərazidə qazıntı işləri həyata keçirilir və qazıntı işləri çərçivəsində ərazidə xeyli sayda ağac kəsilib. Bu iddialar nə dərəcədə doğrudur, bunu araşdırmağa çalışacağıq. Kadrlardakı ərazi Xırdalan şəhəri Heydər Əliyev prospektində yol kənarında yerləşir. Çəkiliş apardığımız zaman hasarın içində bəzi ağacların dibinə tikinti materiallarının yığıldığının şahid olduq. Görülən işlər zamanı yol kənarında olan piyada səkisinin də bir hissəsi qısaldılıb. Qarşıdan bir nəfər gəldiyi təqdirdə məcburdur ki, yola çıxsın və bu zamanda onun həyat və sağlamlığı üçün böyük bir təhlükə yaranır. Səki yoxdur burada. Bir adam tək güclə keçir orada. Hasardan əvvəl keçmək olurdu. Olurdu, amma biraz aralıqda yer var idi, geniş bir ərazi var idi əvvəl. Öyrəndik ki, ərazidə işləri Həmid Qalayçıyev adlı şəxs görür. ATV Xəbərə bildirdi ki, ərazi onun şəxsi mülkiyyətindədir. Əvvəllər köhnə tikili olub. İndi ərazidə yeni tikili inşa edilir. Həmid Qalayçıyev ağacların kəsilməsi və səki problemi ilə bağlı iddialara belə aydınlıq gətirdi. Orada ümumiyyətcə səki balacadır, indi genişlənəcək o səki. Səki nədirsə, səkinin kənarından biz bağlamışıq ki, yəni oradan bir tikinti anında nəsə traktor işləyəndə keçən piyadalara mane olmasın. Orada ümumiyyətcə içəridə ağac olmur. Əgər bir adam bir şeyə iddia edirsə, onu isbat eləməli. Bizim haqqımızda yayılan xəbərlərin hamısı əsassızdır. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ağacların kəsilməsi iddiası ilə bağlı artıq araşdırmalara başlayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindənsə ATV Xəbərə bildirildi ki, həmin ünvanda yalnız torpağın layihə sənədi var. Tikintiyə dair layihə sənədi komitəyə təqdim edilməyib. Abşeron rayon icra hakimiyyətindən isə bildirildi ki, ərazidə qeyri-yaşayış sahəsinin inşasına aidiyyəti qurumlar icazə verib. Küçənin səki hissəsində tikintinin təhlükəsizlik dəmir lövhələrinin olması bu gün səhər saatlarında müşahidə olunub. Artıq səkinin bərpa edilməsi ilə bağlı tikinti aparan şəxslərə lazımi göstərişlər verilib. Əkbər Əlizadə, Pərviz Əliyev, Əhməd Məmmədov, ATV Xəbər. Yeni Yasamal 2-də yarımçıq məktəb adlanan ərazidə yaşayan bir ailənin evinin həyətinə artıq 3 aya yaxındır ki, mənbəyi bilinməyən su axır. Üfunət və gölməçədən təngə gələn sakinlər problemin tezliklə həll olunmasını istəyir.
Yeni Yasamal 2 yarımçıq məktəbi adlanan ərazidəyik. Qarşısında dayandığım evin sahibi deyir ki, artıq 3 aya yaxındır evinin həyətinə su axır. Suyun isə kanalizasiya yoxsa içməli su xəttindən gəldiyini bilmir. Zərər çəkənlər deyir ki, həyətə mənbəyi bilinməyən suyun axması pis qoxu ilə yanaşı rütubətin də yaranmasına səbəb olur. Bu səbəbdən evdə qurd-quş və ağcaqanad əlindən tərpənmək olmur. Çıxılmaz vəziyyətdə qalan çarəsiz ev sakinləri bəzən hətta qonşuda gecələməli olurlar. Evə girib ki, çıxmaq olmur. Gəlir, yığsından qoxundan evdə oturmaq olmur. Çölə də çıxan çabuk gəlir, çıxarsın bura. Gedik qonşuda qalıq. Baxırlar, gedirlər. Deyir, o deyir, içməli sudur, bir deyir kanalizasiyadır. Neçə aydır belə suyun içindəyik. Nə baxan var, nə gələn var. Bütün günü də uşaq suyun içində oynayır. Yoxlarız, aparıb simizdirirəm, gətirirəm. Bu günümüz belədir. Evin içində də su dolurmu? Altı sudur, laf şeylənmir. Belə keçsə dolacaq. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, problem müvafiq rayon su kanal idarəsinə yönləndirilib və əraziyə baxış keçirildikdən sonra tədbirlər görüləcək. Aysu Qaybova, Şəhriyə Rəhmədli, Mələyin Qlablı, ATV Xəbər. Şəmkir rayonu Kür qəsəbə sakini İlkin Əlnağıyev ATV Xəbərin qaynar xəttinə müraciət edərək haqqının mənimsənildiyini iddia edib. Deyir ki, Azvirt MMC-də sürücü kimi işləyib, bir müddət əvvəl işdən çıxıb, ona 20 min manata yaxın pul ödənilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən məktub göndərilib. Vətəndaş iddia edir ki, ona bu məbləğdə vəsait ödənilməyib. Əməkdaşlarımız bu qarışıq məsələyə aydınlıq gətirməyə çalışıb. 2024-cü il fevral ayında Azvirt MMC-də sürücü kimi işə başlayan Şəmkir rayon Kür qəsəbə sakini İlkin elə həmin ilin oktyabr ayında əmək müqaviləsinə xitam verilir. Bundan narazı olan İlkin Əlnağıyev şikayətini müvafiq quruma bildirir. Bir ay keçmir ki, ona 20 min manata yaxın pul ödənildiyi ilə bağlı məktub gəlir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin göndərdiyi məktubda qeyd olunur ki, ona 19.734 manat ödənilib. Gördüyü rəqəmlər qarşısında çaşqın vəziyyətdə qalan İlkin Əlnağıyev deyir ki, ona belə bir ödəniş edilməyib. Mən də bu barədə əmək müfəttişliyini yığdım, dedim ki, yəni mənə belə bir məktub gəlib. Əmək müfəttişliyi də mənə bildirdi ki, siz Tovuz rayon regional şöbəyə müraciət edin və həmin məktubu da götürün, bankdan çıxarışınızı da çıxartdırın. Məktubla bir yerdə gedin, ərizə yazın, şikayət bildirin. Bankdan çıxarışı da çıxartdırdım. Baxdım ki, mənim adımda o boyda pul ödənilməyib. Kartıma bir elə pul ödənilməyib. Yəni, mən də sonra bildirdilər ki, mənə araşdırılıb, sizə məlumat veriləcək. Yəni, bir neçə müddətdir, yəni, hələ mənim adımda olan o pul barədə mənə məlumat verilməyib. Məsələ ilə bağlı Azvirt MMC ilə əlaqə saxladıq. Qurumdan deyildi ki, o şəxslə şirkət arasında bağlanılan əmək müqaviləsinə müddətin başa çatması ilə bağlı xitam verilib. Son haqq hesab üzrə nəzərdə tutulan vəsait də ödənilib. Əmək müfəttişliyindən İlkin Əlnağıyevə verilən cavabda əksini tapan rəqəmin yazılışında görünür texniki səhvə yol verilib. Çünki ona ödənilən son haqq hesab 1107 manat təşkil edir. O ki qaldı ona təqdim edilən sənəddə əksini tapan 20 min manata yaxın vəsaitə bu müqaviləsinə xitam verilən 21 nəfərə veriləcək vəsaitin ümumi göstəricisidir. Dövlət Əmək Müfəttişliyi Xidmətindən də dedilər ki, 19.734 manat 95 qəpik məbləğ fərdi ödəniş deyil, müəssisə üzrə ümumilikdə bütün işçilərə hesablanmış son haqq hesab məbləğ məqs etdirir. Bu məbləğ bir nəfərə deyil, eyni tarixdə işdən azad olunmuş bir neçə işçiyə ödənilməli ümumi vəsaitdir. Həmin məbləğin 1107 manat 90 qəpik hissəsi isə vətəndaş Əlnağıyev İlkin İsmixan oğluna ödənilib. Əhməd Məmmədov, ATV Xəbər. Nərimanov rayonunda fəaliyyət göstərən gecə klubu, restoran və hamam sakinləri narahat edir. Səsküydən təngə gələn sakinlər tədbir görülməsini istəyir. Sakinlərin qaynar xəttə müraciəti əsasında əməkdaşlarımız mövzunu yerində araşdırıb. Nərimanov rayonu Ələşrəf Əlizadə 45 ünvanda yaşayan sakinlər bildirir ki, gecə saatlarına kimi ərazidə olan restoran, gecə klubu, eyni zamanda hamam onların narahatlığına səbəb olur. Belə ki, gecə saatlarına kimi səsküydən yatmaq mümkünsüzdür. Dəfələrlə bu məsələ ilə bağlı şikayət etsələr də problem öz həllini tapmayıb.
Çoxmərtəbəli binada yaşayan sakinlər deyir ki, hazırda pəncərələri bağlasalar da səs-küydən evdə oturmaq mümkün deyil. Yay aylarında isə pəncərələr daim açıq olduğundan vəziyyət daha dözülməz hal alır. Həmçinin ərazidəki hamamın dırnaqarası fəaliyyəti isə danışılası deyil. Gecə saat 3-də, 4-də, 5-də karaoke hissəsindən, usuli telin hissəsindən, səs gücləndiricisindən istifadə olunaraq ev mənzillərində rahat yaşaya bilmirdi. Hamam məsələsi var idi ki, arxa tərəfdə demək olar ki, biz nə ailəmizlə, nə uşağımızla oradan keçib nə gedə bilirik, nə gələ bilirik. Uşaqlarımız, ailəmiz gedib gələ bilmir. Saat 2-3-ə kimi muzika səsi gəlir və yaxud qalyanın düşüsə hətta qalxır 3-4-cü mərtəbəyə kimi. Tez-tezmi belə hallar baş verir? Demək, hər gün. Cəmaət burada ona görə evini satıb, köçüb buradan. Adam olub ki, orada ev alıb, bir gün orada yaşamayıb. Restoranın səsinə görə. Məsələ ilə bağlı sakinləri narahat eləyən gecə klubu, restoran və hamamları işlədən obyekt sahiblərinin münasibətini öyrənmək istəsək də qapıları bağlı idi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, Nərimanov rayonunda qeyd olunan ünvanda vətəndaşları narahat eləyən məişət səs-küyü ilə bağlı neqativ halın aradan qaldırılması məqsədi ilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. İAŞ obyektinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbih tədbiri tətbiq edilib. Eyni əməlin təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görülməsi diqqətə çatdırılıb. Elşad Bayramoğlu, Rahil Bəhluzadə, Məhəmməd Hacızadə, ATV Xəbər. Parlamentə gələn ilin dövlət büdcəsi müzakirələri davam edir. Bugün də layihə bir neçə komitənin birgə iclasında müzakirəyə çıxarılıb. Deputatlar bəzi çatışmazlıqlara toxunub. Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da çatmayacaq. Gələn ilin büdcəsindən kinoya vəsait ayrılmayıb. Bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu deyib. Komitə sədri abidələrin bərpası, restavrasiyası ilə bağlı da danışıb. Azərbaycanda minlərlə abidələr var. Onların üzərində iş aparmaq çox vacibdir. Təbii ki, hamısını birdən eləmək olmaz, amma planla və ümumiyyətlə inkişaf planının üzərində bunları işləmək olar. Kinoya heç bir vəsait ayrılmamağı bu çox böyük təhlükə yaradır. Onun üçün ki, bilirsiniz ki, kino elə bir istehsaldır və orada elə bir mütəxəssislər var ki, onlar olmasa kinonu yaratmaq mümkün olmayacaq. Digər deputatlar da çıxışlarında bölgələrdəki kitabxanaların acınacaqlı vəziyyətinə diqqət çəkdilər. Bəzilərinin yararsız olduğu vurğulandı. Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov isə deyilənlərlə razılaşmadı. Bildirdi ki, Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların təmir və bərpası ilə bağlı siyahı hazırlanıb. Kino məsələsinə gəlincə isə qeyd etdi ki, hazırda ölkədə Vətən müharibəsi ilə bağlı 5 film çəkilir. 2023-2025-ci illərdə Azərbaycanda 71 filmin istehsalına başlanılıb. Bunlardan 50-si təhvil verilib. Vətən müharibəsinə həsr edilən filmlərin sayı 15-dir. Hazırda bu mövzuda 5 filmin çəkilişi davam etdirilir. Tarixi filmlərin çəkildiyi pavilyonlar şəxsən əyani şəkildə ziyarət olunmuşdur. Xarici film istehsalçılarının ölkəmizdə çəkdikləri filmə görə də dövlətimiz tərəfindən xüsusi təşviq mexanizmi, rebate proqramı artıq işə düşmüşdür. Bu o deməkdir ki, xarici film istehsalçıları ölkəmizdə bizim də mədəniyyətimizi tərənnüm, təqdim edən filmlər çəkdikdə onların xərclərinin 40%-ə qədər Azərbaycan tərəfindən qarşılanacaq. Təbii ki, dövlət tərəfindən həm də maddi təminatın, maliyyənin ayrılması çox vacib instrumentlərdən biri kimi çıxış edir. Maliyyə Nazirinin müavini Himalay Məmüşov isə çıxışında bildirdi ki, bu il dövlət büdcəsindən Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış vəsaitin 59%-i istifadə olunmayıb. Bu il agentliyə büdcədən 8,5 milyon manat ayrılıb. İndiyə qədər həmin vəsaitin 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Üstəlik bu ilin əvvəlində qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti də olub. Bu ilin 9 ayında otel və otel tipli obyektlər cəmi 26%-də olub. Millət vəkili Fazil Mustafa iclasda bu barədə danışdı. O bunu aşağı göstərici kimi qiymətləndirərək problemi sosial həyatın aktiv olmaması, turizm sektorunun inkişaf etməməsi ilə əlaqələndirib. Turizmin inkişafı üçün də yerli infrastrukturun güclü olması lazım ki, cəlbedici olsun və turistlər də getsin, həm də otellərdə qalıb ora pul ödəsinlər, həm də müəyyən dərəcədə bu turizmin inkişafına da töhfələrini versinlər. Hesablama Palatası tərəfindən büdcə sistemi haqqında qanunun 16.1-ci maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlili aparılıb. Büdcə sistemi haqqında qanunun növbəti ilin büdcəsi haqqında qanun layihəsi ilə bağlı tələblərinə dəyişiklik edilən zaman Hesablama Palatasının tövsiyələri nəzərə alınıb.
Bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib. Onun sözlərinə görə qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşmələrin aparılmalı olduğu qənaətinə gəlinib. Turanə Tağızadə, Əziz Əzizov, ATV Xəbər. Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldıla bilər. Bundan bağlı hərbi xidmət keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə və hərbi vəzifə və hərbi xidmət haqqında qanunlara dəyişiklik təklif edilir. Sənəd Milli Məclisi Müdafiə, Təhlükəsizlik və Korrupsiya qarşı Müdafiə Komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihəyə əsasən ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il müəyyən ediləcək. Tramp yolunun tikintisinə gələn il başlanacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib, qeyd edib ki, ilin sonuna dək bütün detallar kağız üzərində qeyd olunmalıdır. 2026-cı ilin birinci yarısında razılaşdırılmalı, ikinci yarısında isə tikinti işlərinə başlamalıyıq. Paşinyan vurğulayıb ki, Ermənistan vaxt cədvəlinin dəqiq işləməsi üçün əlindən gələni edəcək. Dəmir yolu Sovet dövründə mövcud olan marşrutdan çəkiləcək, çünki başqa yerdən dəmir yolu tikmək real deyil. Qaz kəməri bundan xeyli şimaldan keçəcək, eləcə də elektrik xətləri. Baş nazir keçmiş prezident Serj Sarkisyanın hakimiyyəti olarkən Qarabağla bağlı apardığı danışıqlar sənədlərini yayımlayacağını bəyan edib. Bildirib ki, ilin sonuna da həmin sənədlər ətraflı təhlil ediləcək. Bunun səbəbi var. İlin sonuna kimi adəti Minsk qrupu de jure buraxılacaq və biz həmin sənədləri dərc etməkdə sərbəst olacağıq. Որովհետև հասկանում եք, ես նախկինում ասել եմ, որ այդ փաթեթիկները մենք չենք։ Ենթադրվում է, որ տարվա վերջ միջև դե յուրե ԵԱՀԿ Մինսկի Ermənistan İstintaq Komitəsi Eçmiədzin Kafedralı və Araqatsotun yeparxiyasından 8 din xadiminin dindirilmək üçün çağırıb. Keşişlərin vəkili Araz Öhrabyanın sözlərinə görə onlar keşiş Natanın yayılan səs yazısı ilə bağlı cinayət işi çərçivəsində Cinayət Axtarış İdarəsinə çağırılıb. Vəkil qeyd edib ki, İstintaq Komitəsinə təkcə keşişlər deyil, yüksək rütbəli din xadimləri də çağırılıb. Onlar bugün və sabah İstintaq Komitəsində müstəntiqlər qarşısına çıxmalıdır. Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovanesyan və katolikos 2. Qaregenin keçmiş köməkçisi Ağan Yernijakana aid söhbətin səs yazısı yayılıb. Səs yazısından belə anlaşılır ki, katolikos 2. Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə bağlı bir neçə yüksək vəzifəli din adamı həbs olunub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın oğlu kiçik Donald John Trump Ermənistana planlaşdırdığı səfəri ləğv edib. Erməni mənbələrinin məlumatına görə səfər noyabrın 12-sinə planlaşdırılıb. Səfər çərçivəsində onun biznes və hakimiyyətin müxtəlif dairələri ilə görüşlərinin nəzərdə tutulduğu bildirilirdi. Xatırladaq ki, Donald John Trump Amerikalı iş adamı və fəaldır. Birləşmiş Ştatların 45 və 47-ci prezidenti Donald Trump və onun birinci həyat yoldaşı Ivana Trump'ın böyük övladıdır. Und Bauunternehmer war. Das haben wir gemacht. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump növbəti dəfə İsrailli həmkarı İshak Herzog'a məktub ünvanlayıb. The Times of Israel nəşrinin məlumatına görə məktubda İsrailin baş naziri Benyamin Netanyahunun əfvi ilə bağlı xahiş yer alıb. İsrail prezidentinin məktubu bugün aldığı bildirilir. Məsələ ilə bağlı detallar açıqlanmayıb. Xatırladaq ki, daha əvvəl Trump İsrailə səfəri zamanı həmkarı İshak Herzog'a müraciət edərək Netanyahunu əfv etməsini istəmişdi. Yeri gəlmişkən Netanyahu ölkəsində 3 korrupsiya işində ittiham olunur. Netanyahu özü isə həmin işlər üzrə özünü təqsirli saymır. Ölkəmizə qaydırıq çarəsi serialında veriləcək gözlənilməz qərarlar hamını çıxılmaz vəziyyətə salacaq. 21:30-da ATV-də. Günün idman yeniliklərini həmkarım Sənan Şəfizadə çatdıracaq. Mən sizinlə sağollaşıram. Hər şey könlünüzcə olsun, salamat qalın.